بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و الصلاة و السلام علی اشرف الانبیا Muhammed və əli əhl-i beyt tahirin aleyhissalam. Bizim bəhsimiz keçənki cələsələrdə xidmət sərz elədik ki, ədəb karı koca arasında çox önemli bir məsələdir. Hətta baba anne ilə çocukların arasında. Allah hamımıza tevfik versin. İnşallah tevfik versin ki ona əməl edək. Bir hədisi Həzrət Əli əleyhissalamdan sizin xidmət sərz edirəm. Əgər istəyək ki, karı koca arasında salim ilişki olsun, 3 dənə konusu var ki, insan gərək onu riayət eləsin. Səlasun leysə əleyhinnə mustəzad, husnul ədəb və mücanəsətur rəybi vəl-kəffu anil məharim. Həzrət buyurur ki, 3 dənə şey var ki, onlardan, bu 3 dənədən yuxarı در واقع yoxdur. Biri husnul ədəbdir, insanın iyi ədəbi ola. Biri mücanəbətur rəybdir, yəni şübhələrdən kəndimizi uzağa çəkək. Və biri də haramlardan kəndimizi qoruyaq. Mümkündür bir sual mətrəh ola ki, bu konu irtibatı nədir? Bizim bu karı koca arasında bu bəhsini başlamışıq. Həzrət istəyir buyursun ki, 3 dənə konu var ki, əgər hər insani, özəlliklə karı koca əgər bunu riayət eləsələr, mehr و məhəbbət və məbəddət Allah Teala ki, karı koca arasında qərar veribdir, bu davam tapar və bəlkə çoxalar. Biri budur ki, karı koca bir-birinə nisbət ədəbləri olsun. Ədəb, vaxtı ki deyirik, yəni dildə, ədəb rəftarda, yəni insan həmişə dilinlə ki deyir, rəftar da elə bahis olar ki, insan eləyə bilsin, ya kötü rəftar olsun, ya iyi rəftar olsun biləsinlə. Dilinlə və əməllə karı koca eləyə bilərlər ki, bir-birinə ya fayda yetirsinlər, ya zərər vursunlar. Əgər istəyirik ki, ailəmizin durumu, əgər istəyirik ki, huzurlu olsun, əvvəlin faktor budur ki, dilimizdən müvazibət eləyək, əməlimizdən müvazibət eləyək. İkincisi budur ki, Həzrət buyurur, mücanəbətur rəyb, o işləri ki, bais olur ki, karı koca arasında şək və suizən icad olur. Siz bilirsiniz ki, əgər karı koca arasında şək və suizən olsa, bir-birinə etimadlarını əldən verərlər. O rəftarlar ki, bəzi indi ağalar ya xanımlar gizli yapırlar. Səbəb olur ki, eşində şək icad olur, ya suizən icad olur və ailə huzuru aradan gedir. Çünki etimad bir-birinə də qalmır. Bu ki, Həzrət buyurur ki, mücanəbətur rəyb, şəkki qozamaqdan buyurur ki, uzaq gəzin. Bəzilər görürsünüz ki, indi mobillərində bəzi şumarələr var. Bəzi nömrələr var, orada yazıbdır. Biri zəng vurur. İndi bu eş, indi ağa olsun, xanım olsun. Görürsünüz ki, tez gedir ayrı odada o şəxslə konuşur. Bu hərəkət bais olur ki, şək icad olsun eşin ürəyində. Eşi mümkündür şeytan biləsini təhrik eləyə, vəsvəsə eləyə. Mənim eşim kiminlə konuşur? Bu kimidir biləsinə zəh vurubdur. Əgər bir şey olmasaydı, bu elə mənim yanımda konuşardı. Ya məsələn, birdən görürsünüz ki, gedirlər, bəzilər banyoda telefonla danışır, ayrı odada danışır, gedir mətbəxdə danışır. Bu gizli işlər yapanda bais olur ki, eşinin qəlbində, vücudunda şək icad olur. Etimad eşinə əldən gedir. Şayad məsələn, önəmli bir şey deyildi, ayrı yerdə cavab verirdi. İnsan eləyə bilər ki, məsələn, bir dənə dilinlə o husn-ı ədəb kərz elədin. Eşinə desin ki, bir iş vardı, önəmlidir, mən buna cavab verim, sana deyərəm ki, nə olubdur. Əgər bu cür desə, bu eşində aramış olar, huzur olar. Vəli vaxtı ki, ayrı odada, mətbəxdə, o tərəfdə, dışarıda o telefona cavab verir, bais olur ki, suizən icad olsun, şək icad olsun. Bəzi vaxtlarda eşi soruşur, sən kiminlə konuşsan, o sinirlənir. Elə bu sinirlənmək əlamət olur ki, məsələn, mən eşim, məsələn, ayrı qadınla danışır, ya ağa olsa, mümkündür bu zehniyyət biləsində gələ ki, mənim xanımım
Allah Pənah Farux məsələn ayrı bir ağa ilə irtibatdadır. Bu mücanəbətür-rəyb ki Həzrət Əli əleyhissalam buyurur, yəni insan bir işlər görməsin ki mövzə töhmətdə olsun. Bir cür olmasın ki bir iş görsün ki eşində şək icad olsun, vəsvəsə icad olsun. Vəsvəsə icad olsun ki sonra bir-birlərindən tartışsınlar. Bu kötü sözlər desin, o kötü sözlər desin. Bu huzuri ki Allah əvvəldə mehr-məvəddət qərar vermişdi. O kəmrəng olsun, yəni ki rəngi, sibqəsi azalsın və etimadsızlığa müncər olsun. Ayrı hədisdə var ki, bir iş görməyəsiniz ki, sizin eşinizdə ya ayrısında şək icad ola, bu min əhsənil futuvvəh. Həzrət buyurur ki, insan kəndisini töhmətlərdən uzaq gəzdirsə, bu ən iyi fütuvvətdir, ən iyi kişilikdir, iyi bir sifətdir. Bəs qarı qoca gərək bir iş görməsinlər ki, kənd eşinin ürəyində suizən gəlsin, şək gəlsin, məəl-əsəf. Bu məsələ çox dindir. Görürsünüz ki, məhkəmələrdə ən önəmli məsələlər ki var, budur. İndi qarı qocalar bir-birinə xiyanət edirlər. Gedirlər ayrı irtibatat tapırlar. İlləti bu idi ki, husn-i ədəb yox idi. İlləti budur ki, üçüncü vəcidə deyəcəm, əl-kəf ənil məharim. Həzrət buyurur ki, əgər istəyirsiniz ki, salim ilişkiniz olsun bir-birinizin arazda, gərək nəfsizi haramlardan qoruyasınız. O insani ki, o xanım ya o ağa ki, şərə paybənd oldu, bağlı oldu və Allahın hökmlərinə, əmrlərinə itaət elədi, bu cür haramlara düşməz. Getsin, məsələn, ayrı adamlarla irtibat tapsın, Allah göstərməsin. Ya məsələn, yalan deməz, ya ki, xiyanət evdə eşinin malına, canına, ya çocuklarına xiyanət eləməz, ya ağa da xanımısına xiyanət eləməz. Geçsin, məsələn, ayrı qadınlarına irtibat tapsın və harama düşsün. Əgər xanım və ağa Allahın itaətində olsalar, bu işlər gəlməz qabağa. Bəs biri Allah'a itaət eləməkdir ki, haramlardan insan qorusun, kəndisini qorusun. İndi ağa olsun, xanım olsun. Əgər şərə paybənd ola, Allahın hökmlərinə paybənd olsaq, bilək Allahın hökmlərinə nədir və əməl eləyək o hökmlərə, insan da günaha düşməz. Məmulən o evlər ki, görürsünüz ki, parça-parça olurlar, dağılırlar. Bir dənə ən önəmlisi budur ki, Allahın əmrlərini gedib örgəşmirlər və ya əgər örgəşəndən sonra da əməl eləmirlər. Bu üç dənə amil. Biri budur ki, haramlardan kəndimizi qoruyaq. Biri budur ki, töhmətlərdən kəndimizi qoruyaq. Səbəb olmayaq ki, eşimizdə suizən və şək icad olsun. Və biri də husn-i ədəbdir. İnsanın dilində, insanın əməlində iyi əməl, iyi sözlər ağzından çıxsın, iyi əməllər insandan sadir olsun. İnsan bu üç dənəni riayət eləsə, bu ailə salim ilişki tapar. Bu ailə huzuri davamlı olar, möhkəm olar. Bir-birindən qaçmazlar. Hətta baba-anna çocuklarının barəsində də belədir. Çocuklar da baba-anna barəsində belədir. Və əslən hər insani bir-birinə nisbət də belədir. Özəlliklə bu qarı-qoca arasında. Biri pəs bir husn-i ədəbdir, biri mücanəbətür-rəyb. Yəni, bais olmayın ki, şək icad olsun. Əgər, məsələn, xanım soruşur ağadan ki, hara gedirsən? Məsələn, şeytan mümkündür bəzi vaxtlar təhrik eləyə. O, açıq desin, mən gedirəm filan yerə, filan kəsə görüm. Yəni, bizlər gərək bir işləri görək ki, şək icad olmasın. Bəxti ki, gizlədirik bəzi şeyləri, bu bais olur ki, qarı-qoca arasında şək icad olsun. Və ən önəmlisi də əl-kəf ənil məharim. Buyurur ki, haramlardan kəndinizi qoruyun. Gerçəkdən, əgər qarı-qoca haramlardan kendilərini qorusalar, Allah bilələrinə yardım eləyər. Qoymaz ki, bir-birinə nisbət suizənliləri olsun, şək icad olsun. Get də
Allah bilələrini tövfiq verər ki, bir-birlərinə iyi ədəblər olsun. Bəs əgər istəyirik ki, bizim yaşayışımız salim olsun, bizim evliliyimiz davamlı olsun, səlamətli olsun, bu üç dənəni məcburuq ki, riayət eləyək. Əgər istəyək ki, qəlblər karı koca arasında bir-birinə yaxın olsun, ədəbimiz olar, karı koca gərək bir işləri görsünlər ki, bu yaşayış salim qalsın və bu yaşayış davamlı olsun. Hətta məsələn, bəzilər mümkündür deyərlər ki, biz husn-ı ədəb başarmırıq. Həzrət buyurur ki, ədəb başarmısan, sakit ol, məcbur deyilsən ki, bir söz deyəsən. İnsan məgər məcburdur bir dənə bir söz desin ya bir əməli rəftarında görsətsin ki, eşi rahatsız olsun. Buyurur, sakin ol yine, sakit ol yine, bir söz demə yine. Bu da bir yoldur. Buyururlar, əgər ədəb yoxundur, ədəbi əldən vermirsən, pəs sakit ol. Çünki insan vaxtı sakit oldu, bir söz demədi, bir günah biləsindən çıxmaz. Bir söz deməz ki, məsələn, eşi biləsinə şəkk eləsin. Görürsünüz, hamısı bir-birinə bağlıdırlar. Allah və haqqı Muhammed Ali Muhammed bizim hamımıza tövfiq versin ki, bu üç dənə amil, yəni husnul ədəb, mücanəbətur rəyb və kəff anil məharimi inşallah riayət eləyək. Və haqqı Muhammed Ali Muhammed. Allah və zuhur Həzrət Vəliyyəs əleyhissalam təcil eləsin və inşallah tövfiq versin ki, Hundut Məsum əleyhissalamı kəlam vəhyi inşallah murur eləyək və inşallah bilgimiz çoxalsın və inşallah əməldə də Allah tövfiq versin ki, bunları yapa bilək. Velhamdülillah Rabbil Alemin. Bu Kur'an, insanlar için bir açıklama, Allah'a karşı gelmekten sakınanlar için bir hidayet ve bir öğüttür. Ali İmran 138. Saadet yolundan eşsiz bir çalışma daha. Kur'an'ı anlama kılavuzu. Bu kitap geliştirilmiş özel metotlarla yazılmış olup, Arapça bilmeden Kur'an'ı anlama ve onu meal edebilme imkanı sağlamaktadır. 3 ciltlik bu şaheser, alanında uzman kişilerce hazırlanmıştır. Kur'an'ın %86'sının manasını anlayabilme ve onu meal edebilme kabiliyeti kazandıran bu eğitim seti, Kur'an'ı öğrenmek isteyenler için değerli bir kaynaktır. Bu set, Kur'an'ı daha iyi anlamanıza ve ondan daha fazla yararlanmanıza yardımcı olacaktır. Kur'an-ı Kerim yaklaşık 78.000 kelimeden oluşmaktadır ve bu kelimelerin birçoğu sıklıkla tekrar edilmektedir. Bu kitapta Kur'an'ın yaklaşık 2/3'ünü oluşturan, yani 1200 kelimeden fazla kelimeyi öğreterek Kur'an'ı öğrenmek isteyenlere büyük bir kolaylık sağlamaktadır. Bu set, Kur'an'ı daha iyi anlamanın yolunu açmaktadır.